Salam, bugün sizlərlə bərabər birinci dağlar və ikinci dağlar məzmununu və tərkibinə baxacağıq. Onu da qeyd edim ki, birinci dağlar nikbin, ikinci dağlar isə bədmindir. Birinci dağlarda dağların adı çəkilmir, lakin ikinci dağlarda dağların adları çəkilir. Bildiyimizə görə dağlar sözü rədifdir. İndi isə başlayaq. Bahar fəsli yaz ayları gələndə süsənli, sümbüllü, lalalı dağlar. Yoxsulu ərbabı, şahı gədanı tutmaz bir-birindən aralı dağlar. Bildiyimizə görə bu aşıq janrının şeirindədir, həmçinin də qoşmadır və nəzmlə yazılmışdır. Bu 6-5, 4-4-3 kimi bölgüdədir. Həmçinin də bədii xitabdan da istifadə olunmuşdur. Dağlar sözü bildiyimizə görə də rədifdir. Daha sonra xəstə üçün təpəsində qar olur, min cür çiçək açır, laləzar olur. Çeşməsindən abi həyat car olur, dağıdır möhnəni məlalı dağlar. Qar, laləzar, car sözləri bir-birləri ilə qafiyədir. Daha sonra yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndə gözəl yığnağın. Axtarma motalın, yağın, qaymağın, zəmbur çiçəyindən bal allı dağlar. Daha sonra burada da çağın, yığnağın, qaymağın sözləri qafiyədir. Dağlar sözü də rədifdir. Həmçinin də yəni doğma yurda məhəbbət hissi də vardır. Daha sonra yayın əvvəlində dönürsən xana. Son ayda bənzərsən yetkin bostana. Payızın zəhməri qoyur bir anam, dağıdır üstündən cəlalı dağlar. Burada gördüyümüzə görə yayın əvvəli, payızın zəhməri bunlar bir-birləri ilə təzaddır. Daha sonra yenə burada da qafiyələrdən istifadə olunubdur. Daha sonra gahdan çiskin tökür, gah duman eylər. Burada daha sonra çiskindir, dumandır. Bundan başqa, gah gəlib gedəni peşiman eylər. Gahdan qeyzə gələr, nahaq qan eylər. Dinşləməz haramı halalı dağlar. Burada gördüyümüzə görə haramla halal təzadlıqdır. Gahdan sözləri də var idi. Bunlar anaforadır və təkrirdən istifadə olunubdur. Daha sonra ağ xələt bürünər, zərnişan geyməz. Burada metafordur. Ağ xələt bürünər, zərnişan geyməz. Heç kəsi dindirib keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalalı dağlar. Daha sonra sonuncu bənddir, bu da möhür bənddir. Həmçinin də indi yenidən başlayaq. Göçər ellər düşər səndən aralı, firqətində gül nərgizin saralı. Ələsgər məcnun tək, yaradan yaralı, gəzər səndən dərdli nalalı dağlar. İndi isə gəlin təhlilinə baxaq. Əsər lirik növdə heca vəznində qoşma janrında yazılmışdır. Şeir vahidi bənddir, dördlü şəklindədir, 7 bənddən ibarətdir. Bu qoşma müəllifin nikbin əhval-ruhiyyə yazığı qoşmasıdır. Bəli, bayaqlarında biz dedik ki, birinci dağlar nikbindir, ikinci dağlar isə bədbindir. Nikbin, daha sonra ikinci isə bədbindir. İkinci bədbindir. Daha sonra qoşmada vətən idealı şeirin əsasında dayanır. Həmçinin də bu hər iki dağlar qoşmasına aiddir. Vətənin güllü çiçəkli, saf havalı dağları tərənnüm edilir. Bu qoşmada heç bir dağın adı çəkilmir, lakin ikinci dağlar qoşmasında dağların adları çəkilir. Kəpəz, Murov dağı, Qonur və s. kimi dağların adları var idi. Əsər müəllif dağlara müraciət edir əsərdə. Bahar fəslinin dağların aldığı gözəlliyi vəsf edir. İndi isə gəlin ikinci dağlar şeirinə baxaq. Bu ikincidir. Həmçinin də burada necə yadda saxlamaq olar bilərik. Əgər bir bəndi verilərsə, dağlar birinci və ya ikinci olduğunu bilmiriksə, bir yarım Növbəhardan keçəndə sözünü yəqin ki, böyük ehtimalla birinci bəndini verirlər, çox ehtimalla. Yenə də həmin sözü yadımızda saxlaya bilərik.
Yenə də bunun bölgüsü 6-5 və 4-4-3 şəklindədir. Bu bədbindir. Həmçinin 10 bənddən ibarətdir. Dördlük şəklindədir. Sonda müəllif adını qeyd edir. Mühürbənddir həmçinin. Daha sonra sənətkarın kədəri var. Bədii xitab var. Özünə xitab yoxdur. İndi isə yenidən başlayaq. Bir ay yarım növbət hardan keçəndə can olur göğsündə sellərin dağlar. Çalxalarını dəryalar çığırışır qazlar, zəmzəm zümzəli göllərin dağlar. Hanı mən gördüyüm qurğu basatlar, dərdməndlərin görsə tez bağrı çatlar. Mələşmir sürülər, çişnəmir atlar, niyə pərişan hallanır dağlar. Hanı bu yaylaqlar, yaylayan illər, görəndə gözümdən car olur sellər. Seyr etmir göğsündən türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Kəpəz, Murov, Qonur, gör necə dağ var. Gördünüz dağların adı çəkildi. Üstündə nur yaxsın, ay dəli qoşqar. Yayın ortasında yağdırırsan qar, saf çəkilib üstündən salların dağlar. Elə ki şər gəldi, qaraltdı qaşı, dumana qərq oldur dağların başı. Düşəndə gürgülə kəlbin savaşı, uzaq çəkir güylü qalların dağlar. Həsən nənə, Həsən baba qoşadı. Bunlar Həsən nənə, Həsən baba dağların adlarıdır. Daha sonra Xoşbulaq yaylağı xoş tamaşadır. Arsız aşıq elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Burada həmçinin də arsız aşıq elsiz niyə yaşadı? Bədii sualdan istifadə olunmuşdur. Bayaq onu da qeyd etmədim ki, burada dəli qoşqar epitetdir. Buradakı. Daha sonra gəlin indi isə əsərin təhlilinə baxaq. Bu qoşma Aşıq Ələsgərin Dağlar rədifli ikinci qoşmasıdır. 20-ci yüzilin əvvəllərində əzəli düşmənimizin olan bədman qonşular ermənilərin işğalını yaşadıqda mahalda qırğın törətmiş, insanlar öz yurtlarından tərk etməyə məcbur olmuşdu. Doğma yurdundan uzaq düşən Aşıq Ələsgər 2 il sonra Ağkilsəyə qayıda bilmişdi. Yurdunu, dağları pərişan görən və bu görüşdə sarsılan Aşıq kədərli ovqatda ikinci dağları yaratmışdı. Erməni daşnaqlarının hücumları ucbatından el yaylaqlara qalxa bilmir. Bu əsas məqamlardan biridir. Daha sonra türfə gözəllər seyrəngahlara çıxmır, buxaqlara, dağ çiçəklərə sancılmır. Aşığın doğma yurda onun təbiətin münasibətini qabarıq əks etdirən bu şeirdə vətənin dar günündə dağların aldığı qəmli mənzərə əhatətli təsvir edilir. Vətən dağları insansız, sanki yetim qalıb, əli qılınca igidlər nərə çəkib at çapmır. Sazlı sözlü məclislər qurulmur. Vaxtilə yurdun sarı-nər, qısır murğuz, şahdağ, kəpəz, qoşqar kimi əzəmətli dağlarında ilham alan sənətkarın kədərli ictimai məhiyyət daşıyır. O, qaçqın düşdüyü, elsiz yaşadığı üçün özünü məzəmmət edir. Dərin kədər içində ölsün Ələsgər tək qulların dağlar deyir. Daha sonra Aşığın fikrincə vətənin ucalığını, əzəmətində gözəlliyinin rəmzi olan dağların bu vəziyyətinə elin igid qeyrətli övladları üçün ibrət dərsi olmalıdır. Vətənə layiq övlad olmaq, onun torpağını, hər qarışını qorumaq, dağların, düzlərinin qədrini bilmək hamımızın borcudur. Aşıq Ələsgərin qoşmanın hər bəndinin dağlara bağlı yeni bir fikir deyir. Qəlbindən keçənləri səmimi bir dillə ifadə edir. Təbiət vurğunu olan aşıq dağlara insanı vəhdətlə götürür. Qaçqın, köçkün vəziyyətə düşən insanlar kimi dağlarında məğlul görkəm alması aşığın diqqətindən yayınmır. Şeirdə real həyatı lövhə kimi təqdim olunur. Dağlar qoşması yüksək bədii keyfiyyətləri ilə də diqqəti cəlb edir. Əsərdə məzmun və forma vəhdəti əvvəldən sona kimi gözlənilir.
Lirik qəhrəmanın ovqatına uyğun seçilmiş sözlər misra daxilində ustalıqla əlaqələndirilmişdir. Məcazların, bənzətmənin, bədii sual və s. kimi kədərli ovqata uyğun işlənməsi obrazların artmasına əhəmiyyətli təsir etmişdir. Qoşmada ahəngdarlığa da güclüdür. Bu, ilk növbədə şeirin müqayisə, saz havasına uyğun yaradılması ilə bağlıdır. Misra daxili bölgələrin ustalıqla yaradılması, qafiyələrin uğurla seçilməsi də ahəngin yaranmasında az rol oynamır. Əsərlə bağlı ümumi qeydlərə də baxsaq, əsər lirik dövrdə heca vəznən qoşma janrında bəndlər şəklindədir. Yenə birinci dağlarda olduğu kimi ikincidə də eynidir. Qoşma janrında yazılan əsərin son bəndində müəllifin adı işlənir və son möhür bənd hesab edilir. 6 bənddən ibarətdir. Şeirdə klassik şeir əlamətləri özünü göstərmir. Daha sonra 6 bənddən ibarətdir. Amma ümumilikdə 10 bənddə, lakin burada 6 bənd verilibdir. Bundan başqa olaraq da müəllifin sonunda adını çəksə özünə müraciət etmir. Yenə dediklərimizə görə dağlar həm rədif, həm də bədii xitabdır. Yenə dedik, amma bədii xitab var, amma özünə yoxdur. Bayaqlarında dedik. Daha sonra qoşmada dağların müxtəlif fəsillərdə olan gözəlliyi əks olunub fikir yağmışdır. Amma biz birinci dağlarda yayın əvvəlinə dönürsən xana, payızın zəhməri qonur bir ana, yayla payız təzadlıq var. Bu qədər. Daxili bölgüsündə dedik, birinci misra 4-4-3, daxili bölgüsü isə 6-4 şəklindədir. İnsanlar dağlara vəhdətlə, aşiq vəhdətlə götürür. Bu qədər.